Marneulinin Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olundu. Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev, Marneul Bələdiyyəsinin meri Kənan Ömərov, ziyalı təbəqənin nümayəndələri, ictimaiyyət və gənclər iştirak etdilər. Azərbaycan səfiri və mer Kənan Ömərov çıxış edərək Heydər Əliyevin Azərbaycan və Gürcüstan arasındakı münasibətlərə verdiyi töhfələri vurğuladılar. Daha sonra gənc istedadların iştirakı ilə musiqi və rəqs nömrələri ifa edildi. Tədbir Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi və Marneulidə fəaliyyət göstərən İnkişaf və Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutdu. Biz bugün Ulu Öndər Heydər Əliyevin Tbilisidə və Rustavidə yerləşən parklarını ziyaret etdik. Orada abidələrin önünə biz gül çələləri qoyduq. Öz hörmət və ehtiramımızı, sevgimizi bir daha sübut etdik. Məhz bizim də ibamımızın səbəbi ondan ibarət idi ki, Tiflisdə, həmən o parkda bizim icma mərkəzləri nümayəndələri tərəfindən, gözəl balalarımız tərəfindən böyük bir layihə ərsə gəlmişdi. O layihələrin tərkib hissəsi də əlbəttə ki, Heydər Əliyev Gürcüstan haqqında fotomaterialların nümayiş etdirilməsidir. Biz bir daha o fotomateriallarda gördük ki, Azərbaycanda Əl-Sabiq dönəmində böyük sahədə istehsal obyektləri ərsə gəldi, inşa olundu. Bugün Azərbaycan həmən o iqtisadi infrastruktur layihələrin bərpasını görür və Azərbaycanı qüdrətləndirən amillərdən məhz əlbəttə ki, odur. Əlbəttə ki, Heydər Əliyev dahi, dünya şöhrətli, dünya miqyaslı bir şəxsiyyət, bir siyasətçi olub. Mən xüsusilə toxunmaq istərəm Gürcüstan-Azərbaycan münasibətlərində, dostluq, tarixi dostluq, qardaşlıq münasibətlərində şəxsən Heydər Əliyevin uzaq görən siyasəti nəticəsində bugünkü günə gəlib çatmasından. Ona görə ki, dostluq, qardaşlıq münasibətlərini bugünkü gün dünya miqyasında, dövlət səviyyəsində hər iki dövlətin bir-birinin yanında durub, bir-birini dəstəkləməsi yönündə bundan gözəl, bundan səviyyəli, bundan tarixi bir məqam ola bilməz. Eləcə də Heydər Əliyevin uzaqgörən siyasəti və bugünkü həmin siyasətin davamçısı olan İlham Əliyevin əməyin, zəhmətinin nəticəsidir ki, dünya Azərbaycanlılarının bugünkü həmrəy və həmfikir olmasıdır. Düşünürəm ki, bu kimi tədbirlər də, bugünkü tədbir də bu yöndə atılan addımlardan biridir və başlıcasıdır. Eləcə də bugünkü gün təşkilatçılarına, şəxsən Faiq müəllim başda olmaqla, səfirlik əməkdaşlarına, eləcə də Emin bəyə, həmçinin əməyi, zəhməti keçmiş hər kəsə öz təşəkkürümü bildirirəm. Bugün Ulu Öndərin 102 ili ilə bağlı tədbirimiz idi. İnkişaf və Təhsil Mərkəzi olaraq Azərbaycan Gürcüstandakı səfirliyin dəstəyi ilə həyata keçirildi. Düşünürəm ki, ənənəvi olaraq bu kimi tədbirləri həyata keçirmək lazımdır və bunu biz edəcəyik. Fəal gənclərimizi bugün mükafatlandırdıq, fərqləndirdik, sertifikatlar, diplomlar təqdim olundu.